Salam uşaqlar, hər vaxtınız xeyir olsun. DimTest Topsi 2025 birinci hissə halogenlərin müqayisəli xassələrindəyik. Bu videomuzda inşallah bu bölmənin sualları izah olunacaq. Video başlamışdan əvvəl kanala abunə olub, videoları bəyənməyi, rəylərinizi də rəy bölümündə yazmayı unutmursunuz, dəyərli şagirdlər. Birinci sualda yazır ki, hansı halogenlər adi şəraitdə qaz halındadır? Bildiyimiz kimi florla xlor uşaqlar qazdır, brom mayıdır, yox da bərkdir. Təbii ki, burada seçəcəyimiz cavab 3 ilə 4 olacaq. Testin cavabı A variantı. İkinci sualda yazır ki, hansı maddə adi şəraitdə maye haldır? Uşaq oksigen qazdır, flor qazdır, xlor qazdır, yod bərkdir, amma ki, brom mayedir. Hansı maddə adi şəraitdə bərk haldır? Uşaqlar xlor qazdır, brom mayedir, yod bərkdir, azot qazdır, helyum qazdır. Gələk dördüncü suala. Hansı turşu mövcud deyildir uşaqlar? Bilirik ki, uşaqlar florun belə deyək də müsbət 5 oksitləşmə dərəcəsi yoxdur axı. Yəni müsbət 1, mənfi 2, 3 vur mənfi 2, mənfi 6, bu da müsbət 5. Flor müsbət 5 ola bilməz. Ona görə səhvdir. Uşaq flor ancaq mənfi 1 ola bilər birləşmələrdə. Ona görə bu birləşmə mövcud deyil. Amma digərləri mövcuddur. Bu həqiqətən bu müsbət 5 mövcuddur. Xlor, brom, yod bilirsiniz də 3, 5, 7 ola bilirlər də. Burada eyni qayda ilə bu müsbət 5-dir. Burada deməli bizim xlorumuz müsbət 7 ola bilər. Flor mənfi 1 bəli ola bilər. Ümumiyyətlə biz öyrənirik ki, florun oksigen turşusu yoxdur. Mövcud deyil, yəni A variantı. Uşaq flor müsbət 7 ola bilməz. Başa düşdünüzmü? Çünki florun müsbət 7 oksigen birləşməsi yoxdur. Amma bunlar hamısı mövcud. Gələk 6-cı suala. 6-cı sualda ki, flordan yoda tərəf halogenlərin sıxlığı və elektromənfiliyi necə dəyişir? Uşaqlar, flordan yola doğru getsə, təbii ki, biz qazdan bərkə doğru gedirik. Aydın məsələdir ki, sıxlıq artacaq. Amma elektromənfili uşaqlar azalacaq. Çünki qruplar üzrə yuxarıdan aşağı doğru getdikcə demişdik ki, deməli, RAM artır, reduksiya edici atom radiusu və metallıq artır, amma digər şeylər elektromənfilikdir, oksiləşdiricilikdir, iyonlaşma enerjisi, elektronun hərislik, bunlar isə azalır. Ona görə 6-cı sualda elə cavabımız A variantı olacaq. Flordan yola tərəf halogenlərin sıxlığı, uşaq yox. Burada A variantı və Y variantı, tərsinə baxdım, E variantı. Aydın oldu mu? Keçək növbəti 7-ci suala. Flordan yola tərəf halogenə kimyəvi aktiv. Uşaq, aktivlik azalır. Flor ən aktividir. Bir dənə baxın, flor, xlor, brom yodu məsələn. Flor daha fəaldır ən azından. Çünki flor məsələn adi şəraitdə bir çox maddələrin reaksiya daxil olduğu halda digərlər bunu bacarmırlar. Atom radiyası yuxarıdan aşağı artır. Aktivlik azalır, digər isə nə edir? Artır. Cavabımız olacaq deməli D variantı. Yuxarıdan aşağı doğru getsə qrup üzrə RAM azalır. RAM nədir? Reduksiya edici atom radiusu, bir də metallıq. Diqqətli olmaq lazımdır. 8-ci sualda deməli uşaqlar tipdə dezinfeksiya etmiş hansı maddən etil spirtdə məhlulun istifadə olunur? Bu yoddur. Yodun spirtdə 5%-də məhlulu. Tipdə dezinfeksiya etmiş yodun hansı həll edicidə məhlulun istifadə olunur? Spirtdə uşaqlar. Cavabımız burada olacaq B variantı. Keçək 10-cu suala. Sublimasiya prosesində nə dəyişməkdir? Sublimasiya nə idi? Bərkdən deməli qaza keçməkdir. Məsələn, yodu qızdıran zaman çevrilib qaz halına keçir də. Təbii ki, maddənin həcmi dəyişir uşaqlar. Bilirsiniz də qaz daha çox həcm tutur. Ona görə bu səhv dəyişir. Aqreqat halı dəyişir. Bəli, bu da səhvdir. Molekul arası nə dəyişmir? Uşaqlar, molekul arası məsafə də artır. Çünki qazlı molekullar bir-birindən daha uzaq yerləşirlər. Amma maddənin tərkibi uşaqlar, bəli, bu dəyişmir. Çünki elə yoxdur da, bərk halında da yoxdur, qaz halında da yoxdur. Dəyişən sadəcə bunun fiziki xüsusiyyətləridir. Cavabımız yalnız D variantı, yalnız 4 olacaq D variantı 10-cu sualda. Sublimasiya prosesində nə dəyişilir? Aydın məsələdir. Uşaq, həcm dəyişir, aqreqat hal dəyişir, məsafə artır. 1, 2, 3, Y variantı olacaq 11-ci sualda. Gələk 12-ci suala. Demək uşaq, flor veribdir. Flor ümumiyyətlə diqqətli olun uşaqlar. Ümumiyyətlə 7-ci qrupun minimum mənfi 1. 7-dən 8 sıfırda. Amma florun maksimum uşaqlar sıfırdır. Flor heç vaxt müsbət ola bilmir. Ona görə 12-ci sualda cavabımız olacaq D variantı. Gələk 13-cü suala. 13-cü sualda uşaqlar sıra var da, bilirsiniz. Flor, deməli xlor, brom, bir də yod. Flor, xlor, brom yodu, xlor, bromu yodu, brom da yodu. Deməli, həm oksigensiz duzundan, bir də hidrogenli birləşməsindən çıxara bilir. Təbii ki, burada yodu kim çıxara bilər uşaqlar? Cavabımız olacaq deməli burada xlor. Yəni bu reaksiya mümkün deyil uşaqlar. Belə bir reaksiya yoxdur. Azot plus H4, belə reaksiyalarımız yoxdur yəni. Və yaxud da ki, karbon plus H4, belə reaksiyalar yoxdur. Yəni bunlar bacarmırlar bunu. 14-cü sualda da bu kim olacaq? Brom olacaq. Dediyim kimi də uşaqlar, deməli xlor bromu yodu, brom da yodu deməli hidrogen halogenitdən çıxara bilir və yaxud da oksigensiz duzundan çıxara bilir. Yazır 15-ci sual. X2 qazdır. Boğucudur halogen. Halogen dediyinə görə avtomatik olaraq bunlara baxmayacaq. Boğucudur, qazdır, uşaq söhbət deməli kimdən gedir? Xlordan. Çünki brom adi şəraitdə mayedir, yod adi şəraitdə bərkdir.
Gələk 16-cı suala. Görək 16-cı sual söhbət nədən gedir. İkisi adi şərtdə bərkdir. Bərk dediyinə görə avtomatik olaraq bunlara baxmağa ehtiyac yoxdur. Tünd bənövşəyi rəngdə də halogen düşəcəyimiz B variantıdır. Gələk növbəti 17-ci suala. H-flyordan H-flora doğru maddələrdə rabitənin polyarlığı və turşuluq xassəsi soldan sağa necə dəyişir? Şu an polyarlıq azalır. Ümumiyyətlə polyar bilirsiniz də, molekulun rabitənin polyarlığı uşaqlar. Burada nəyə diqqət eləməlisiniz? H-flyor, H-xlor da hamısını yazmıram. Şu an flyor bizdən elektron mənfi elementdir. Burada H ilə flor arasında bir rabitə yaranır. Bu rabitəni hidrogen və florun hərəsi bir elektron verməklə yaradırlar və flor daha elektron mənfi element olduğuna görə bu rabitənin elektron cütlərini daha çox öz tərəfini çəkir. Xlorun elektron mənfili flordan az olduğuna görə bunu bir tık belə deyək də çox da bacarmır. Flor qədər bacarmır. Brom da get-gedən eyni bir söhbət azalır. Çünki elektron mənfili azalmış olur. Yadda salın, elektron mənfi nə qədər kəskin fərqlənirsə, molekulun rabitənin polyarlığı bir o qədər çox olur. Ona görə də uşaqlar deməli azalacaq, çünki elektron mənfili azalır. Və H-flyordan aşağı doğru getdikcə turşuluq qabiliyyəti güclənir. Hətta siz qüvvət turşular deyəndə fikir və H-florun adını çəkmirsiniz. Aydın oldu mu? Çünki H-florun dissosiasiya qabiliyyəti zəifmiş olur. H-flor deməli H-florun get-gedə H-flordan H-flora doğru getdikcə turşuların H müsbət verməsi daha da asanlaşır. Yəni burada suda məhlulda dissosiasiya qabiliyyəti güclənir. Ona görə turşuluq da burada artacaq. Cavabımız deməli polyarlıq azalır, amma turşuluq artır. Cavabımız olacaq D variantı 17-ci sualda. Gəlin 18-ci suala. Halogenlər üçün hansı ifadə doğru deyil? Atom radiusları kiçildikdə oksidləşdirici qabiliyyəti artır deyir uşaqlar. Deməli, biz burada nəyə fikir verməliyik? Atom radiusu kiçiləndə. Ümumiyyətlə, şu atom radiusu nə vaxt kiçilir? Belə bilən sıra düzüm sənin üçün. Flyor, xlor, brom, yod. Ümumiyyətlə, yuxarıdan aşağı doğru getdikcə ram artır. Reduksiya edicilik, atom radiusu və metallı. Aydın məsələdir ki, uşaqlar, deməli, əgər atom radiusu kiçilirsə, bu aşağıdan yuxarı doğru deməkdir. Təbii ki, aşağıdan atom radiusu kiçiləndə oksidləşdirici artır. Bəli, çünki flor daha qüvvətli oksidləşdiricidir. Çünki yuxarıdan aşağı doğru getdikcə uşaqlar oksidləşdiricilik, deməli, elektron mənfilik, elektrona hərisilik, iyonlaşma enerjisi bunlar azalır. Yəni görə bu söhbət doğrudur. Atom dərsi keçmiş də bunlar. Molekular 2 atomludur, bəli. Flor 2, xlor 2, brom 2, yod 2. Atom radiusları artdıqca elektron mənfi artır, səhvdir. Yuxarıdan aşağı doğru ram artır. Ram nə idi? Reduksiyicilik, atom radiusu və metallıqdır. Aydın məsələ, bunlar artanda digər şeylər, qeyri-metallıq, oksidləşdiricilikdir, iyonlaşma enerjisi, elektron hərisi, elektron mənfi, bunlar azalır. Atomdan xarici 7 elektron yerləşir, bəli. Çünki ümumi formul NS2MP5-dir. Sərbəst daha təbiətdə rast gəlinmir, bu da doğru. Çünki bunlar aktivdir deyə bunlar birləşmə halına rast gəlinir. 19-cu suallara baxaq. Tək hansı ifadələr bütün halogenlər üçün doğru deyil? Metallarla uçucu birləşmələ əmələ gətirirlər uşaqlar. Bu səhvdir. Çünki metallarla birləşməsi, məsələn, natrium klor. Metalların birləşməsi duzlardır. Duzlar niyə uçucu olsun? Çünki bərk halında olan maddələrdir. 7-ci qrupun əlavə yarım qrupunu səhvdir uşaqlar. 7-ci qrupun əsas yarım qrupundadır. SP əsasdır. Ona görə bu da səhv. Təbiətdə yalnız birləşmə alınır. Bəli, doğru deyil, Y variantı. 19-cu sual. Keçək 20-ci suala. Deməli, uşaq deyir, hansı ifadələr bütün halogenəsin doğrudur? Molekullarında, deməli, baxaq bir dəqiqə uşaq. Deyir ki, 20-ci suala keçək. Molekullarında deyir, cütləşməmiş elektronlar var. Molekullarında. Uşaq, molekul bilir, məsələn, adi bir nümunə deyim sizə. Tutalım ki, məsələn, flor yazaq. Flor 9-cu element. Elektron formulu 2s2, 2p5-dir. Bilirsiniz ki, S-də bir dənə orbital var. P-də isə, deməli, 3 dənədir. Elektronlar orbitallara düzək. Flor atomunda, deməli, bir cüt, burada S-dəkilərdir, 2 cüt, bir də 3 cüt, bir dənə tək elektron var. Atomda tək elektron var. Amma molekulda yoxdur. Niyə? Çünki flor 2-də axı. O biri flor atomunda eyni qaydalarla 1 cüt, 2 cüt, 3 cüt, bir tək var və bu tək elektronlar qoşalaşır. Belə uşaqlar, bunların molekullarında cütləşməmiş elektronlar yoxdur. Çünki hamısı qoşalaşdı. Bu xlorda da belədir, bromda da belədir, digərlərində belədir. Oksigen reaksiya daxil o səhvmiş. Demişdik ki, halogenlər oksigenlə reaksiya daxil olmur. Hidrogenlə uçucu birləşmə bəli. Çünki uşaqlar, ümumiyyətlə biz demişdik ki, hidrogenin qeyri-metalların birləşmələri uçucudur. H flor, H xlor, H brom, H yod. Doğru cavabımız 20-də D variantıdır. Molekullar 2 atomludur, bəli, 20-ci sual keçmiş uşaqlar. Flor 2, brom 2 doğru. Nüvələrin yükü artdıqca hidrogenin birləşmənin davamlılığı artır. Şu an nüvənin yükü ümumiyyətlə bu belədir. H flor, H xlor, H brom, H yod. Yuxarıdan aşağı doğru getdikcə aydın məsələdir ki, nüvənin yükü artır. Amma davamlılıq azalır. Bunların içərisində ən davamsız H yoddur uşaqlar.
Qələvi metal duzlu əməliyyatı, bəli, məsələn, natriumla, kaliumla deyir də, natrium flor, natrium flor, bunlar uşaq duzlardır da. Doğrudur, 1-3C variantı 21-ci sual. Hansı qaz adi şəraitdə suda yaxşı yayılır? Uşaqlar, ümumiyyətlə, burada hidrogen halogenitlərdən söhbət gedir. H-flor, H-klor, H-brom, H-uşaqlar. Bunlar qaz halında olan maddələr və suda yaxşı həll olurlar. Suda onların mənalı turşu adlanır. Amma azot, oksigen, DN2, yod, bunlar suda metal pis həll olur. Ya həll olmaya da pis həll olur. Hansı qaz adi şəraitdə suda həll olur? Söhbət H-yoddan gedir. Çünki turşu verir. Davam edək 24-cü sualına. Hansı maddə adi şəraitdə suda yaxşı həll olur? Bunu daha sonra 20. Hansı maddə rəngə sahib? Uşaq, xlor sarımtıl rəngli, brom qırmızı, deməli qonur rəngli mayedir, yod tünd bənövşəyi rənglidir, oksigen, azot isə rəngsizdir. Ən azından havaya bax, azot, oksigen rəngi yoxdur. Rəngə sahibdir 1, 2, 3D variantı. Gələ 25-ci hansı maddə rəngə malikdir? Uşaq, yenə də burada bromdur, hidrogen qazsızdır, flyor uşaqlar rəngi var, sarıdır. Ondan sonra oksigen rəngsizdir, azot da rəngsizdir. Cavabımız 1-3 olacaq. Demək, D variantı 25-ci sualda. Gələ 26-cı suala. Hansı maddələr rəngə malikdir? Uşaq, NO2 keçərsə inşallah deməli qonur rəngli qazdır. Amoniak rəngsizdir. Flor sarımtıl yaşıldır. Brom qırmızı qonur rəngli maydır. Uşaq, karbon qazının rəngi yox. Ən azından qazlı sular açanda baxın, orada karbon qazının rəngi görünmür ki. Yəni aşağıda spitin ağzını açın, orada amoniak qazlarının rəngi varmı? Yoxdur. Uşaq, 26 da olacaq deməli. Neçənci hansı variantlara görə? C variantındadır. Gələ 27 hansı qaz suda pis həll olur? Ümumiyyətlə hidrogen halogenitlər var. H-flor, H-klor, H-brom, H-yod. Bunlar suda həll olan qazlardır. Burada yaxşı həll olur. Suda məhlul turşudur. Amma oksigen pis həll olur. Hansı reaksiya getmirdir 28-ci sualda? Demək olar, ümumiyyətlə biz nəyə diqqət eləməliyik? Flor çox fəaldır. Ümumiyyətlə P plus flor 2 reaksiyasından flor əgər az olsa P flor 3, çox olsa P flor 5. Eyni xlorda olduğu kimi də P flor 3, P flor 5. Ona görə bu uşaqlar bu gedir. Ona görə bu getdi. Natrium, brom plus flor uşaqlar bu da gedir. Çünki flor, xlor, brom yox. Xlor bromu duzundan çıxara bilir. Yəni natrium, xlor və brom alına bilir. D variantında da xlor yodu çıxara bilərmi? Bəli. Kalium, xlor plus yod bu da mümkündür. Bu da uşaqlar flor suda həll olur. Flor su ilə reaksiya edir. H-flor plus oksigen alınır. Amma uşaqlar bu səhvdir. Niyə səhvdir? Çünki yod bromu çıxaramır. Uşaqlar flor, xlor, brom yox. Flor, xlor, brom yodu, xlor, brom yodu, brom yodu, yod isə heç birini, deməli, oksigensiz duzundan bir də hidrogeni biləşməsindən çıxara bilmir. Hansı reaksiyalar gedir uşaqlar? Burada brom floru çıxaranmaz, səhvdir. Brom xloru çıxaranmaz, səhvdir. Xlor floru çıxaranmaz, səhvdir. Yod bromu çıxaranmaz, amma Y variantı doğrudur. Burası necə nə alacaq? Kalium xlor, bir də brom 2 alınacaq. Maddənin oksidativ xassəsinin artması sırasını müəyyən edin. İnşallah oksidativ xassəsinin artması. Ümumiyyətlə biz bilirik ki, flor, xlor, brom, yod yuxarıdan aşağı doğru getdikcə uşaqlar oksidləşdirici ram artır, reduksiya edici atom radiusu metallı uşaqlar atomlarda deməli yuxarıdan aşağı doğru artır. Amma ki, deməli oksidləşdiricilik nə edir uşaqlar? Azalır. Ən qüvvətli oksidləşdirici uşaqlar oksidativ xassəsinin sahib florla ən qüvvətli olanı. Azalır dediyinə görə deməli biz nə etməliyik? Artma deyir, onu aşağıdan yuxarı düzələcək, aşağıdan yuxarı. 30-cu sualda elə cavab A variantı fikir ver. Yod, brom, xlor. Deməli, yuxarıdan aşağı doğru oksidləşdirici azlar, biz aşağıdan yuxarı düzələcəyik. Flor üçün hansı deməli ifadə doğrudur? Birləşmələrdə -1-dən səhv uşaq, flor müsbət ola bilməz. Sənədə duzların suda məhlulundan səhvdir. Mən bunu qaydada da qeyd edirəm. Tutalım ki, sən kalium floru suya töküb elektroliz edib buradan flor almağa çalışsan olmayacaq. Niyə? Çünki burada katodda hidrogen alınacaq, anodda flor əvəzinə oksigen alınacaq. Ümumiyyətlə, burada duzun elektrolizi baş verməyəcək. Yəni, burada katodda hidrogen, anodda oksigen alınacaq. Oksigen turşuları mövcudu səhvdir. 7-ci qrupun əlavə yarım qrup necə? Bu da səhvdir. 2s2,2p5-dir. Bu da əsas yarım qrupdur. P elementi uşaq doğrudur. Çünki 2s2,2p5-dir. Təbii ki, burada P elementi olacaq. Flor üçün hansı ifadə doğrudur? 7-ci qrupun əsas yarım qrupdur. Bəli. Birləşmədə -1 olur, bəli. Sənədi duzların ərisinin elektrolizi, bəli. Məsələn, kalium floru əridib elektroliz edir. Uşaq, ərintisinin elektrolizini edirik və bu zaman deməli katodda kalium, anodda isə flor alırıq. P elementidir, bəli, oksigen turşuları mövzusu səhvdir. Bunun səbəbi nə kimi göstərir? Yəni, flor axı müsbət ola bilməz ona görə. Flor bilirsiniz ki, birləşmələrdə mənfi, yəni florun -1-dən başqa bir oksigen birisi olmadığına görə biz deyirik ki, onun oksigen turşusu yoxdur. Cavabımız Y variantı. 30-cu sual keçək. Hidrogen halogen suda məhlullarının turşuluq xassəsi. Biz bilirik ki, H-flor, H-klor, H-brom, H-yod. Yuxarıdan aşağı doğru getdikcə, deməli, turşuluq xassəsi nə edir? Artır.
Amma molyar kütlə də artır. Çünki yuxarıdan aşağı doğru florun emiri 19-dur, bu 35-15-də, bu 80-də, bu da 127. Aydın məsələ yuxarıdan aşağı olur. Həm turşuluq xassəsi artır, həm də molyar kütlə artır. Yəni düz astıdır B variantı. Davam edək uşaqlar növbəti 34-cü sualına. Hansı ifadə halogenlərə aid deyil? Suda nisbətən az həll olurlar. Uşaqlar bu deməli ümumiyyətlə xlor uşaq suda yaxşı həll olurlar. Yəni bu ifadə bunlara aid ola bilməz. Hidrogenli birləşmələri uçucudur, bəli. Çünki deməli niyə görə? Demək ki, hansı ifadə uçucudur? Suda az həll olur. Bu 34-cü sual nədir? Suda nisbətən az həll olur. İndi bilirsən bu söhbət nə şərti yaxşı oxumadım. Məsələn, yod ümumiyyətlə suda həll olmur. Flor suda həll olması öyrənilmir. Su ilə reaksiya edir. Klor indi xaridə götürmüyorlar. Bromdakı belə. Getdiyində həll olma azalır da uşaqlar. Yəni bu hamısına aid eləmək olmaz. Doğru deyil burada. Yəni bu doğrudur. Bu doğrudur. Hidrogen birləşmələr uçuzdur, bəli. Təbiətdə sərbəst halda yoxdurlar, bəli. Qüvvətli reduksiya edilir, səhvdir. Çünki bunlar qüvvətli oksidləşdiricidir uşaqlar. Bunlar elektron verməyə, almağa meyil. Molekula 2 atomludur, bəli. Xlor və yod hansı ifadə doğru deyil 35-ci sualda. Hidrogenlə reaksiya daxil olur, bəli. H2 plus xlor 2 alınır, H xlor. H2 plus yod 2 alınır, H yod. Küçüdlə reaksiya daxil olurlarmı uşaqlar? Bu səhvdir. Niyə görə? Çünki yod küçüdlə reaksiya daxil olmuş uşaqlar. S plus yod reaksiyası getmir. Kalium bromdan bromu çıxarlar uşaqlar. Bu da səhvdir. Söz yox. Kalium bromun üzərinə biz xlor gələndə, bəli, kalium xlorla brom 2 alınır. Bu doğrudur. Amma uşaqlar kalium brom plus yod getməz. Axı yod bromu çıxara bilməz. Axı ona görə səhvdir. Keçək uşaqlar. Doğru deyil. 2-3 olacaq 35-də G variantı. Gələk 36-cı suala. Hansı oksidləşmə prosesi yalnız ərintinin elektrolizi zamanı mümkündür? Uşaq, yalnız ərintin elektrolizi zamanı mümkündürsə, ümumiyyətlə uşaqlar, bu biz nə deməkdir? Məsələn, tutalım sizə sadə bir şey deyim. Kalium, məsələn, xlor üzərinə gəlinsin su. Biz bunu elektroliz eləyən zaman katodda hidrogen, anodda xlor, bir də deməli kalium OH alınır. Bax, fikir ver, xlor mənfi birdən sıfıra gəldi. Qeyd edelim ki, yəni bunun yerinə brom da qoysan, yod da qoysan problem yoxdur. Və yaxud da ki, kalium xlorun biz ərintisinin elektrolizini eləsək, ərintinin elektrolizini eləsək, yenə də eyni qayda ilə biz katodda deməli kalium anodda xlor alacaq. Yenə də xlor mənfi birdən sıfıra gəlir. Qeyd edelim ki, bura xlorun əvəzinə brom və yod da qoysan problem deyil. Amma uşaq flor alınmır. Məsələn, sən kalium floru suya töküb elektroliz eləsən, bu zaman katodda hidrogen alarsan. Anodda flor əvəzinə uşaqlar oksigen alarsan, suyun oksidləşməsi baş verəcək və kalium flor. Gördün mü? Anodda deməli sən flor ala bilmədin. Ona görə kalium floru ancaq və ancaq ərintin elektrolizini ala bilərsən. Ərintinin elektrolizindən almaq olar. Katodda kalium, anodda isə flor. Deyək elektroliz dərsinə var, biz bunu keçmişik. Ona görə uşaqlar yalnız mümkündür deyə cavabımız olacaq D variantı. 36-cı sual. 37-ci sualda uşaqlar sulu məhlula gedənməz D variantı. Uşaq sulu məhlulda flor alınmır. Flor mənfi birdən dəyişmir. Ümumiyyətlə flor alınmır. Aydın olub buna diqqət eləməlisən. Amma ərintidə bəli flor mənfi birdən sıfıra gələ bilir. Və bunlara fikir verməlisən. 38-ci suala keçək. 38-ci sualda yəni uşaq flor, xloru bromiyada həm məhlulda, həm ərintidə ala bilərsən. Amma ki floru məhlulda ala bilməzsən. Ona görə ərintidə. Hansı ifadə doğru deyil? Flordan yola doğru gəlsə sıxlıq artır. Bəli. Çünki qazdan bəşə doğru gəlsəndə ərimə qaynama tempo sıxlıq artmalıdır. H flordan aşağı turşuluq xassəsi artır. Bəli. Flordan radius artır. Uşaq flordan yola doğru getsə radius artır. Uşaq deməli yuxarıdan aşağı doğru gedirik də. Təbii ki, burada radius nə ilə ram artmalıdır. Ona görə bu söhbət nədir? Doğrudur. Oksidləşmə xassəsi azalır. Uşaq bu da doğrudur. Çünki flordan yola doğru gedirik də. Təbii ki, bunların ən qüvvətli oksidləşdici flordur. Flordan yola doğru gedir, radius deyir, azalır deyir uşaqlar, bu səhv. Çünki radius artır. Hansı ifadə doğrudur 39-da? Turşuluq xassəsi azalır uşaq, səhvdir, artır. Radius azalır, səhvdir. Reduksiyacılıq xassəsi artır, bəli. Yuxarıdan aşağı doğru ram artır uşaqlar. Reduksiyacı atom radius metallıq artır. Ona görə 39-cu sualda cavabımız olacaq deməli C variantı. Oksidləşdiyi xassəsi artır, səhvdir uşaqlar, azalır. Flordan sıxlıq azalır, səhvdir, artır. Gələk 40-cı suala. Deməli, H florda H2, H2, H2 dedir. Üzrə turşuluq xassəsi artar. Uşaqlar. Cavablara bax. H flor, H xlor, H brom, H yod. Yuxarıdan aşağı doğru gəlsə, uşaq turşuluq qabiliyyəti artır. Turşuluq xassəsi artır. Aydın olub artır. Deməli, artırsa, burada kiçik dilən düzüdür. Burada hansı variant götürəcək? Deməli, E variantı. Bax, H flor, H xlor. İndi brom verimli yod verimli. Fərq var. Çünki eyni şeydir. Davam edək uşaqlar 41-ci sualdan. Turşuluq xassəsi azalar. Demək, burada ən qüvvətli olan kimdir uşaqlar?
Deməli, birisi də burada ən qüvvətli olan, ən aşağıda olan uşaqlar. Turşuluq xassəsi ən qüvvətli olan, ən aşağıda olandır. Görə hansı variantda var? Uşaq bax C variantında. Çünki həqiqətən H4 böyükdür H-flordan, o da böyükdür H-flordan. Davam edək. 42-ci sualda. Uşaq 42-ci sual bilirsiniz ki, flor, xlor, brom yod sırasında flor, xlor, brom yodu, xlor, brom yodu, brom da yodu duzundan çıxara bilir. Onca uşaqlar burada ümumiyyətlə hansı hallogendir? Burada heç vaxtda uşaqlar burada Y-imiz flor ola bilər. Doğrudur. Çünki kalsium florun üzərinə biz flor gələn zaman nə alınır? Kalsium flor 2 plus flor 2 doğrudur. Amma uşaqlar burada bu mümkün deyil. Nəyə görə? Çünki biz bunun üzərinə brom gəlsək, brom floru çıxaranmazaq. Ona görə bunu götürəcəyik. Uşaqlar bu olmaz. Z olmaz. Ondan sonra bromun üzərinə məsələn mən tutam ki yazıram kalsium brom üzərinə gəlinsin yod. Axı bu mümkün deyil. Uşaq yod bromu çıxaramaz. Axı ona görə bu da mümkün deyil. Ən nəhayət gəldik bura uşaq bəli bu mümkündür. Çünki biz bilirik ki kalsium yodun üzərinə xlor gələn zaman nə alınır? Kalsium xlor 2 bir də yod 2. Uşaq cavabımız X və Y olacaq 42-ci sualda cavab Y variantıdır. 43-cü sualda elə uşaq bunun oxşarıdır. Burada da sən nəyə fikir verəsən? Deməli, biz bilirik ki, brom xloru çıxaranmaz. Tam ki, natrium xlor plus brom yaxın. Brom xloru çıxaranmaz. Səhv. Amma burada mümkündür. Həqiqətən Z-imiz flor ola bilər. Çünki flor bromu çıxarır. Amma uşaq temiz yod ola bilməz. Çünki niyə? Yod floru çıxara bilməz. Amma bizim X-imiz flor ola bilər. Çünki niyə? Flor yodu çıxara bilir uşaqlar. Deməli, X nə Z oldu? Cavabımız D variantı 43-cü sualda. Gələk 44-cü suala. Burada nəyə diqqət eləməlisiniz? Deməli, ferium plus H xlor birinci qrupun qəbul sualı olmalı, səhv eləmirəm bu. Ferium xlor 2 bir də hidrogen alınır burada. Burada təbii ki, indi bilmirsən də X hansıdır. Sən bilməlisən ki, ferium xlor 2-nin üzərinə brom gəlsə, reaksiya getməz. Çünki brom xloru çıxara bilməz. Demək olar, bizim X-imiz kimdir? X-imiz hidrogendir. Y-imiz kimdir? Y-imiz də ferium xlor 2-dir. X-imiz hidrogen, Y-imiz də deməli, ferium xlor 2-dir. Uşaq bilirik ki, H2 plus brom 2 reaksiyasından mən nə alıram? H, brom alıram. Bu da bizdə Z maddəsidir uşaqlar. 44-cü sualda cavabımız A variantıdır. X-imiz hidrogendir, Y-imiz ferium xlor 2, Z-imiz də H bromdur. Gələk 45-ci suala. Uşaqlar 45-ci sualda nə edəcəyik? Ferium plus H xlordan biz nə alırıq? Ferium xlor 2, bir də hidrogen alır. Yenə həmin söhbətdir uşaqlar. Ferium xlor, deyir, X, indi bir dəqiqə gözləyim, baxaq görək. Bir dəqiqə baxaq görək. İş orasındadır ki, ferium xlor 2 plus xlor 2 reaksiyası da gedir də, ferium xlor 3 alınır. Bu nətər düşünübdülər görəsən? Yeni bayaqki söhbət kimi düşünüblər də. Bəlkə cavablara baxmaq lazım. Çünki ferium xlor 2 plus xlor 2 reaksiyası var. Ferium xlor 3 verir. Bu məsələ var. Cavablarda yəqin ki, yoxdur da. Yenə də eyni qayda ilə köklənib. Buradan bu X götürüblər ferium xlor 2-ni. Y bunu götürübsülər. Sonra da H2 plus xlor 2 reaksiyasından alınır H xlor. Yəqin belə fikirləşiblər də. Belə. 45-ci sualda cavabımız olacaq B variantı. Belə. Davam elə 46-cı sualdan uşaq deyir ki, həm ərinti, həm də ümumiyyətlə burada nə alınır? Natrium flor alınır, burada natrium xlor alınır, burada natrium brom alınır. Qardaş, bunu bayaqları izah elədim. Harada izah elədim? Bu sualda izah elədim. Uşaqlar, baxın. Burada 36-cı sualda ətraflı izah eləmişəm. 36-cı sualda. Demək ki, orada qeyd eləmişdim ki, fluoru, deməli uşaqlar, ancaq ərintin elektrozunu ala bilərsən. Məhulda alanmasın ki, məhulda oksigen alınır, anodda. Amma xloru, bromu isə həm məhulda, həm də ərintdə ala bilərsən. Almaq olar ki, Y və Z götürərsən. Cavabımız 46-da olacaq, deməli, C variantı. Gələk 47-ci suala. 47 nədir? Almaq olardır. Yenə həmin söhbətdir. Həm ərinti, burada kalium klor ala bilərsən, amma fluor alanmazsan, kalium brom da eyni qayda. Dedim, 36-cı sualda ətraflı izah eləmişim. Ged orada baxın. Deməli, cavabımız olacaq X və Z. Almaq olardır. 47-də olacaq A variantı. Gələk 48-ci suala. 48-də nə edəcək uşaqlar? Deyir, halogen nüvə yükünün artması sırasını müəyyən edin. Ümumiyyətlə, biz demişdik ki, xlor, brom, bir də yod, gümüşlə təyin olunur. Gümüş bir müsbətlə təyin olunur. Deməli, gümüş, xlor ağ rəngli çöküntüdür. Gümüş, brom, deməli, sarımtıldır. Gümüş, yod da nədir? Sarıdır. Bu ağ rəngdədir. Bu sarımtıldır. Uşaqlar, bu sarımtıldır. Bu da nədir? Sarıdır. Bunlara diqqət eləməlisən. İnşallah, əgər ağ alınıbsa, deməli, Y-imiz kimdir? Xlordur. Sarımtıl alınıbsa, deməli, bizim Z-imiz kimdir? Bromdur. Sarı alınıbsa, X-imiz nədir? Yoxdur.
Nüvələrin yükünün artması. Ümumiyyətlə bilirik ki, Mendelevin dövr sistem cədvəlində dövrlər üzrə soldan sağa, qruplar üzrə yuxarıdan aşağı doğru getdikcə nüvənin yükü, yəni elementin sıra nömrəsi nə edir? Artır. Artma dediyinə görə deməli elə birinci kim götürəcək? Y-i, sonra kim götürəcək uşaqlar? Z-i, sonra kim götürəcək? X-i. 48-ci sualda olacaq Y variantı. Gələk 49-cu suala. İçməli suların dezinfeksiyasına xlordan, hovuzların dezinfeksiyasına həm xlor, həm də bromdan istifadə olunur. Xlor qazını suya əlavə etdə hipoklorit turşusu əmələ gəlir ki, o da parçalamasına alınan atom oksigen bakteriya öldürücü təsir göstərir. Bunu deyir də H-xlorun oksigenə parçalanır. Bundan söhbət gedir. Ümumiyyətlə bu test əldə etmək üçün bu lazım deyil. Bromlu su ilə reaksiyası zəif sürətdə gedir. Ona görə təsir uzun müddətli olur. Həftəlik normal olaraq 5 ml hovuz suyuna 17,75 qram xlor və 40 qram brom 2 əlavə edilməz. Suya əlavə edilən halogenin cəmi molekul sayını hesablayın. Uşaq heç nə yoxdur burada. Hər birinin yəni söhbət nədən gedir uşaq? Söhbət nədən gedir? 17,75 qram xlor neçə molekuldur? 40 qram brom 2 də neçə molekuldur? Sonra onları cəmləyəcəyik. Deməli xlor ki, 17,75 qram bilmirəm neçə molekuldur, yazıram X molekul. Xlorun 1 molunun kütləsi uşaq 2-ni vur 35 onda 5 71 idi. 71 qrama da bilirsən ki, bütün molekülər quruluşlu maddələrin 1 molunda 6,2 vursun 13 qədər molekul var. Buradan X-i tapaq. Şurada səhv eləmirəmsə 71 səhv eləmirəmsə 4 dəfə azalıbdır, 4 dəfə azalıbdır. 6,2-ni 4-ə böləcəm. Mən öz bildiyim kimi hesablayıram. 1,505 vurulsun. Deməli 10 üstü 23 eləyəcək. Gəlirəm bir də brom 2-ni hesablayıram. Brom 2-nin deməli 40 qramda nə qədər molekul saxladığını bilmirəm. Y molekul deyirəm. Və brom 2-də axı brom 2-dir. 160 edir. Bromun deməli 1 molun kütləsi 160 qramdır və orada da 6,2 vurulsun 10 üstü 23 qədər molekul var. 164 dəfə azalıb 6,2 vurulsun 10 üstü 4-ə bölürəm. Yenə də 1,505 vurulsun 10 üstü 23. Bunları cəmləyəsən də 1,505 vurulsun 10 üstü 23 üstünə bir də elə 2-yə vurarsan da buna. 1,505 vurulsun 10 üstü 23. O belə. Yəni mərfəsi 2-yə vurmaq. 3 tam deməli %1 vurulsun 10 üstü 23 eləyəcək. 9-cu sualda deməli olacaq B variantı. Gələk 50-ci suala. Deyir, təbii mineral suların tərkibində xlor mənfi və brom mənfi ionlar rast gəlir. Mineral suyun hər litrində deməli 0,2 mol xlor və 0,1 mol brom mənfi ionları. Bir ailə gündəlik olaraq bu mineral suyun 3 litr qəbul edərsə, xlor və brom ionları mol sayını tapın. Bir litrdə əgər 0,2 xlor varsa, 0,1 də deməli 0,1 də brom varsa, 3-ə də ki, tənasüb burada, buna X-dir, buna Y-dir. 2 dəfə artı da X bərabərdir 0,6 mol xlor mənfi olacaq. Y də bərabərdir 0,3 moldan olacaq, brom olacaq. 50-ci sualda cavabımız olacaq deməli, A variantı.